Ay geciken məhəbbətim, sən yubandın, mən tələsdim. Getdi gənclik təravətim, ay geciken məhəbbətim. Sadəcə artdım bu yollarda, hardaydın söyle harda. Bir yar bahan sonbaharda, saralıram yetim yetim. Ay geciken məhəbbətim, 106.3 FM. Əzabsan, gözə yaşısan, bəxtimin son axışısan. Bəlkə tale qarqışısan, bəlkə də ilk saadətim. Ay geciken məhəbbətim, 106.3 FM. Sadəcə artdım bu yollarda, hardaydın söyle harda. Bir yarban sonbaharda, saralıram yetim yetim. Yollarda, hardaydın söyle harda. Bir yarban sonbaharda, saralıram yetim yetim. Ay geciken məhəbbətim. Günortanız xeyir olsun, hörmətli dinləyicilərimiz. Azad Azərbaycan 106.3 FM radiosuna qulaq asırsınız. Bugün çox fərqli bir proqram, bir saat sizi gözləyir. Bugün klassik, nostalji musiqilərin fonunda sizə keçən həftə anım gününü qeyd etdiyimiz xalq yazıcısı, xalq şairi Tofiq Bayramdan danışacağıq. Tofiq Bayram Azərbaycan poeziyasında özünə məxsus xətti ilə seçilən şairlərdən biri kimi həmişə yaddaşımızda olacaq. O 1934-cü ildə Bakının Əmircan qəsəbəsində dünyaya gəlib və erkən yaşlarından ədəbiyyata böyük maraq göstərib. Bu maraq sonradan onun həyat yolunu müəyyənləşdirib və o bütün yaradıcılığını sözə, poeziyaya həsr edib. Onun şeirlərində diqqət çəkən əsas cəhətlərdən biri səmimiyyət idi və daxili gərginlik. Tofiq Bayram sadəcə yazan şair deyildi. O yaşadıklarını və hiss etdiklərini birbaşa sözə çevirən bir sənətkar idi. Bu səbəbdən onun poeziyası oxucuya heç də uzaq və süni görünmürdü. Əksinə real və təsirli qəbul olunurdu və bugün Azərbaycan musiqisində Tofiq Bayramın sözlərinə yazılmış yüzlərlə mahnılar var. Bugün o mahnılara qulaq asıb onun həyatında, yaradıcılığında rolu olan, dostluq etdiyi insanlarla bağlantılar qurub onların da xatirələrini bölüşəcəyik və hal-hazırda telefon xəttində hörmətli dinləyicilərimiz çox dəyərli bir səs, dəyərli sənətkar Zakir Əliyev var. Zakir Əliyevin yaradıcılığında Tofiq Bayramın bir mahnısı var ki, bu mahnı mənə elə gəlir ki, xüsusilə valideynləri çox kövrəldir. Çünki hər bir valideyn öz övladını ata evindən yeni həyatına yola salarkən, öz şəxsi ailəsini qurmağa yola salarkən, bax bu mahnını eşidir və çox kədərlənir. Vağzalı çalınır mahnısından gedir. Bizim dəyərli sənətkarımıza bir salam söyləyək. Zakir müəllim, gün ortanız xeyir olsun. Salam Sübhan qardaşımız. Xoş gördük. Hər vaxt xeyir olsun. Hər vaxtınız xeyir olsun. Salamlayıram və bizi bu dəqiqə dinləyən bütün dinləyicilərimizi
dəyərli xalqımızı, millətimizi salamlayıram. Kim ki bizə bir dəqiqə qulaq asır. Və çox xoş oldu mənə bu gözəl səsi efirdən eşitməyin. Sübhan əzizim, var olasan, efirlən bəzək olasan. Səsin həmişə efirlərdən gəlsin. Çox təşəkkür edirəm Zakir müəllim. Bəli. Qulaq astım sizə, dinləyirəm sizi. Əlbəttə Tofiq Bayram bizim gözəl şairlərimizdəndir. Allah məkanını cənnət eləsin. Amin. Çox gözəl şeirlər, necə deyərlər, o ruhunun dərinliyindən süzüb gələn şeirlər xalqımız üçün miras qoyub gedib. Bəli. Ya bu o şeirlər təbii ki elə belə qala bilməzdi. Bizim gözəl bəstəkarlarımız bu şeirlərə mahnı bəstələyiblər. Və bu mahnılar əlbəttə ki çoxdur. Tofiq Bayram biz gecəsində eləmişdik Nanəl proqramında. Orada gözəl mahnılar ifa eləmişdik ATV kanalında. Mən o mahnılardan biri Vağzalı çalınır mahnı ifa eləmişəm o sözlərə. Duvağa bürünüb yola düşürsən, qonşular telinə çiçək bağlayır. Ay qızım, sən haldan hala düşürsən. Vağzalı çalınır, anan ağlayır. Yəni əlbəttə burada həm kədər var, həm sevinç gözyaşları var. Əlbəttə qoy bütün analar o sevinç gözyaşından ağlasınlar. Necə deyim, o öz balalarını xoşbaxt görsünlər. Bu mahnını da bizim əzizimiz musiqisin bizim Fərid Kərimli bəstələmişdi mənə təqdim eləyəndə. Doğrudan mən özüm də duyğulandım çox. Mən də bilirsiniz ki, qız atasıyam. Yəni ki, qızı olan ataları, anaları buradan salamlayıram. Siz dinləyirlərsə. Bu mahnını təqdim elədiyi çox da gözəl qarşılandı. Bəli. Bir məqamı da vurğulamaq istəyirəm. Tezliklə Tofiq Bayramın sözlərinə yazılmış bir mahnı da sizin qismətinizə, repertuarınıza yazılacaq. Çünki biz 106.3 FM radiosu olaraq Tofiq Bayramın sözlərinə yazılmış 10 mahnıdan ibarət bir albom hazırlayırıq və tezliklə sizə müraciət edəcəyik. Bir mahnı daha sizdən eşitmək istərdik Tofiq Bayramın sözlərinə yazılmış. İnşallah ki, tezliklə də elə sizə məlumat verəcəm. Çox sağ olun Zakir müəllim. Minnətdaram sizə ki, bizim proqrama bağlandınız və Tofiq Bayramla bağlı öz dəyərli fikirlərinizi bildirdiniz. Təşəkkürlər. Mahnını istəyirəm səsləndirin. Çox sağ olun. Mən onun doğmaların bir daha salamlayıram və Basir Sveta xanımın da əllərindən öpürəm. Tofiq Bayramın həyat yoldaşı Zərifə xanım mənim müəllimim olub. Nə gözəl. Bülbül adına orta ixtisas musiqi məktəbində və həmişə bizim dərsimizdə biz əlbəttə riyaziyyat dərsi keçirdik, cəbr dərsi. Həmişə Tofiq Bayramın şeirlərindən o rəhmətli Tofiq Bayramın şeirlərindən oxuyurdu sinifdə. Hamımızı bu ədəbiyyata, o poeziyaya böyük maraq oyadırdı. Bilirsiniz, uşaq vaxtı o hissləri aşılamaq, necə deyim, gənclərimizə, balalarımıza çox, necə deyim, Allah hər birinin can sağlığı arzu edirəm qalanlara, dünyasını dəyişənlərə Allah rəhmət eləsin, doğmalarına deyirəm. Yəni, Sveta xanıma da Allah ömür versin. Amin. Tofiq Bayramında məkan cənnət olsun. Siz də çox sağ olun ki, belə bir veriliş ərsəyə gətirirsiniz. Siz sağ olun, siz sağ olun. Minnətdaram Zakir müəllim. Təşəkkür edirəm. Çox sağ olun. Əziz olasınız. Çox sağ olun. Minnətdaram mən də. Sağ olun. Bugün həm də hörmətli dinləyəcəyimiz Tofiq Bayramın öz səsindən onun şeirini dinləyəcəksiniz. Onun bir çox populyar şeirləri var Azərbaycan poeziyasında. Bax, gecikən məhəbbətim olsun, Azərbaycan deyəndə qadın ürəyi, göy-göl, vağzalı çalınır və bu kimi saysız hesabsız Azərbaycan poeziyasında, şeiriyyatında yaddaşlara həkk olunan və zamanın süzgəcindən keçən hər şeir, hər mahnı yadda qalmır axı. Bax, bugün Tofiq Bayramın şeirləri yaddaşlardadır, qəlbimizdədir, ürəyimizdədir və sevinirəm ki, bizim yeni nəsil gənc dinləyicilərimiz və gənc tamaşaçılarımız var ki, şeiriyyata, poeziyaya maraq göstərirlər və bu marağın içində Tofiq Bayramın adı da hallanır. Keçən həftə biz onun anım gününü qeyd etdik, 19 aprel tarixində və ona görə də bugünkü proqramımızı biz
dəyərli şairimizə, xalq şairimiz Tofiq Bayrama həsr edirik. Madam ki, Zakir Əliyev danışdı, gəlin Vağzalı çalınır mahnısını səsləndirək. Sözləri Tofiq Bayram, musiqisi Fərid Kərimli, ifa edir Zakir Əliyev. Duvağa bürünüp yola düşürsən, qonşular telinə çiçək bağlayır. Ay qızım sən aldan hala düşürsən, Vağzalı çalınır, anan ağlayır. O nələr etmədi, toyunda nələr, bu həsrətin yerinə tez bilindi. Vağzalı çalınır son dəqiqələr, özgə bir yuvaya köçürsən indi. Bir evdən bir evə səadət gedir, biri yola salır, biri səsləyir. Bir ana qızını burada ləngidir, bir ana həsrətlə gəlin gözləyir. Bir evdən bir evə səadət gedir, biri yola salır, biri səsləyir. Bir ana qızını burada ləngidir, bir ana həsrətlə gəlin gözləyir. Gedirsən ən şirin arzukam kimi, Vağzalı çalınsın, get yavaş yavaş. Dünyada hər ana öz anam kimi, bircə toy günündə ağlayaydı kaş. O nələr etmədi, toyunda nələr, bu həsrətin yerinə tez bilindi. Vağzalı çalınır son dəqiqələr, özgə bir yuvaya köçürsən indi. Bir evdən bir evə səadət gedir, biri yola salır, biri səsləyir. Bir ana qızını burada ləngidir, bir ana həsrətlə gəlin gözləyir. Bir evdən bir evə səadət gedir, biri yola salır, biri səsləyir. Bir ana qızını burada ləngidir, bir ana həsrətlə gəlin gözləyir. Bir evdən bir evə səadət gedir, biri yola salır, biri səsləyir. Bir ana qızını burada ləngidir, bir ana həsrətlə gəlin gözləyir. Bir ana həsrətlə gəlin gözləyir. Biz davam edirik, hörmətli dinləyicilərimiz. Azad Azərbaycan 106.3 FM radiosuna qulaq asırsınız. Keçən həftənin 19 aprel tarixində biz xalq şairi Tofiq Bayramın anım gününü qeyd etdik və bugün 106.3 FM radiosu olaraq və milli musiqi, milli radio olaraq düşünürük ki, bu bizim ən ümdə borcumuzdur. Azərbaycan musiqisində, poeziyasında iz qoymuş sənətkarları yad etmək, onların doğum günündə onlar haqqında sujetlər hazırlamaq, verilişlər təqdim etmək və bu ənənə artıq illərdir ki, davam edir. Yəni 106.3 FM yarandığı gündən bu davam edir və bugün biz Tofiq Bayramdan danışırıq.
Onun yaradıcılığında vətən mövzusu xüsusi yer tutur. Onun şeirlərində vətən anlayışı sadəcə bir coğrafi məkan deyil, mənəvi bir bağlılıq, məsuliyyət və bir borc kimi, vətən borcu kimi təqdim olunur. Eyni zamanda sevgi və insan münasibətləri də onun poeziyasında geniş şəkildə öz əksini tapır. Və bu mövzuda, vətənpərvər mövzuda mən dediyim kimi Tofiq Bayramın kitabını əgər oxusanız, görərsiniz ki, Azərbaycan mövzusu, vətənpərvər mövzu xüsusi bir yer tutur o kitabda. Mənim şəxsən özümdə o kitab var və mən zaman-zaman o kitabı vərəqləyirəm və nə qədər mənalı sözləri, nə qədər fərqli bir iç dünyaya malik olduğunu anlayıram Tofiq Bayramın və hər kəsin tanıdığı, dillər əzbəri olan bir mahnı var. Bu mahnını bizim dəyərli sənətkarımız, unudulmaz sənətkarımız Şövkət xanım Ələkbərova oxuyub və illər sonra Şövkət xanımın tələbəsi Aybəniz xanım Haşimova Bülbüllər qrupu ilə bu mahnını ifa etdi və mahnı çox populyar oldu. Bu mahnı ilə Aybəniz xanım Haşimova Bülbüllər qrupu ilə demək olar ki, bütün dünyanı gəzdi, qastrollarda oldu və Azərbaycanı tərənnüm etdi. Bir Tofiq Bayram sözləri ilə Gəlirəm Xəzəri yara yara, zəhmətin nur verir bu diyara. Sən ürəyim, arzu diləyim, sən. Onu da qeyd edim ki, Tofiq Bayram uzun illər həm də müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. Eyni zamanda tərcüməçi kimi də tanınıb. O dünya ədəbiyyatından bir çox nümunələri Azərbaycan dilinə qazandıraraq ədəbi mühitin zənginləşməsinə də öz töhfəsini vermişdi. Sən Xəzər mənim ürəyimdə sən. Amma mən indi sizə bu mahnının tam versiyasını Şövkət xanım Ələkbərovanın ifasında səsləndirmək istəyirəm. Sən ürəyim. Gördüyünüz kimi Tofiq Bayramın şeiriyyatı, poeziyası Şövkət Ələkbərova kimi dəyərli sənətkarların da yaradıcılığında və Şövkət Ələkbərova kimi bizim klassik, bizim unudulmaz korifey sənətkarlarımızın repertuarında da yer alır. Buyurun dinləyin. Gəlirəm Xəzəri yara yara, zəhmətim nur verir bu diyara. Sən ürəyim, arzum diləyim, sən ürəyim, eşqim diləyim, sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə, sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə sən. Hər gecə sahili seyr edərkən ulduzlar göz vurur, tez gəlim mən. Sular gəl deyir, yarın gözləyir, sular gəl deyir, səni gözləyir, gəl. Sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə, sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə sən. Sən mənim solmayan baharımsan, dalğa tək əyilməz bu qarımsan. Sən ürəyim, arzum diləyim, sən ürəyim, eşqim diləyim, sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə, sən əzəl mənim ürəyimdə, sən Xəzər mənim ürəyimdə sən, ürəyimdə sən.
dinləyicilərimiz, bugün xalq şairi Tofiq Bayramın yaradıcılığını həsr etdiyimiz proqramımız davam edir və telefon xəttində yenə çox dəyərli bir insan var. Belə ki, şair, yazıcı, kinodramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi və Heydər Əliyevin 100 illik yubiley medalına layiq görülmüş İlqar bəy Fəhmi telefon xəttindədir. İlqar bəy, günortanız xeyir olsun. Salamlayıram mən də sizləri. Təşəkkür edirəm ki, belə gözəl mövzuya veriliş həsr eləmişsiniz. Çox sağ olun. Borcumuzdur bizim. Çünki biz milli musiqi, milli radioda sloqanı, devizi ilə yayımlanırıq və ona görə də biz Tofiq Bayram kimi önəmli insanları, Azərbaycan musiqisində, poeziyasında iz qoymuş sənətkarları yad etməliyik və siz də çox sağ olun ki, bizə bağlandınız, qoşuldunuz. Minnətdaram. Çox sağ olun. İlqar bəy, mən istəyirəm siz biraz bizə Tofiq Bayram haqqında danışasınız, fikirlərinizi bölüşəsiniz bizimlə. Bilirsiniz, mən həmişə Tofiq Bayram və onun silahdaşları ifadəsini işlədirəm. Niyə? Çünki bizim həmin dövr ədəbiyyatımızda, ələlxüsusda poeziyamızda bir pleyada şairlər var idi ki, bunlar müharibədən sonra yavaş-yavaş ədəbiyyata başlamış, o çətinlikləri görmüş nəslin nümayəndələri idi. Amma bunlarda qəribə bir yaradıcılıqlarında bir ağayanalıq, bir dözümlülük və bir qəribə bir kişi xisləti var idi. Məsələn, onların hər birinin yaradıcılığına baxsaq ki, bu da pik həddində elə Tofiq Bayramın yaradıcılığında görünür. Bir qəribə bir atmosferi var. Sanki həyatda gördüyü bütün negativ hadisələr, aldığı bütün zərbələr, gördüyü bütün çətinliklər dağılır bunun içində, yəni içinə salır. Amma şeirinə, yazısına yalnız oxucuya ruh verən, enerji verən, güc verən belə bir gözəl hissləri gətirir. Bu birisi əslində çox çətin bir şeydir. Niyə görə çətin bir şeydir? Bu yazıda qəribə bir şey var da. İnsan ifadə verir, deyirlər bizdə, yazdıqca rahatlanıram, yazdıqca boşalıram. Əslində insan çətinliyini, əziyyətini, istirabını yazanda o biraz çıxır onun içindən və rahatlanır. Amma əvəzində nə baş verir? O ağrı, acı, istirab yüklənir oxucuya. Sən o negativi sanki oxucuya ötürürsən. Amma bizim həmin dövr şairlərimiz ki, Tofiq Bayram da o sahədə, mən düşünürəm ki, birincilərdən idi. Bunlar heç vaxt onu eləmirdilər. Və o hiss və duyğuları, negativi, gərginliyi daha çox öz içlərinə salırdılar, ürəyə salırdılar. Və ona görə onların şeirlərində həyata qarşı bir bədbin münasibət, həyata küskünlük, hansısa narazılıq filan yox idi. Ancaq həyat eşqi, mübarizə əzmi, həyatdan yalnız gözəllikləri götürmək, gözəllikləri təbliğ eləmək. Mən düşünürəm ki, bu tür poeziya məhz son 5-10 ildə daha da aktual olmalıdır. Niyə? Və sizə də təşəkkür edirəm ki, onun yaradıcılığını təbliğ edirsiniz. Mən düşünürəm ki, biraz da geniş təbliğ olunmalıdır. Razıyam. Çox sağ olun. Qəribə nəsil. Bəli. Elə bir qəribə nəsil formalaşıb ki, bunlar hər xırda zərbədən sınan, depressiyaya düşən, hər xırda çətinlikdən bədbinliyə uğrayan bir nəsildir və bunlara güc vermək üçün, bunlara həyat eşqi vermək üçün məhz Tofiq Bayram kimi şairlərin şeiriyyatı təbliğ olunmalıdır. Çünki insan özü onsuz da ağır depresiv durumdadır. Oxuduğu şeirlər də eynən depresiv durumda olanda sanki istirab üstünə istirab gəlir və onların əhvalına biraz da pis təsir edir. O baxımdan mən arzu edirəm ki, başqa kanallarda da, başqa layihələrdə də Tofiq Bayramın o həyat eşqi verən şeirləri çox səslənsin, onun şeirlərinə yazılmış mahnılar çox verilsin ki, biz onlardan heç olmasın müəyyən qədər güc ala bilək. Biz bugün bir neçə mahnı dinlədik. İndi hələ ki proqramımız davam edir və baxıb görsək təbliğat deyirsiniz. Radio olaraq hər gün demək olar ki, bu mahnılar səslənir və insanlar bu mahnıları əzbər bilir. Məsəl üçün Şövkət Ələkbərovanın ifasında Sən ürəyim, illər sonra Aybəniz xanım Haşimova oxudu bu mahnını Bülbüllər qrupu ilə. Daha sonra yenə Şövkət xanımdan Vağzalı çalınır, hansı ki insanların, valideynlərin həm kədərləndiyi, həm sevindiyi gündə, yəni Vağzalı çalınır,
hansını biz eşitdik. Daha sonra Ay gecikən məhəbbətim Sərxan. Bugün də yeni nəsil bu mahnıya müraciət edir. Yəni biz radio olaraq çalışırıq ki, o təbliğatı edək. Çox sağ olun İlqar müəllim ki, bugün bizimlə idiniz və dəyərli fikirləriniz üçün, maraqlı analizləriniz üçün. Bir şeir parçası eşitsəm əgər, bilirəm yoldasınız Tofiq Bayramla. Biraz yollar çətin olar, yazma salın, üzürlü sayın, amma yenə deyirəm, mən düşünürəm ki, qiraətçilərimizin də repertuarında o çox yer tutsa çox yaxşı olar. Yəni biz onu həmişə dinləməyə hazırıq. Çox sağ olun İlqar müəllim. Sizə yaxşı yol arzulayıram. Təşəkkür edirəm. Sağ olun. İlqar Fəhmi idi telefon xəttində. Gördüyünüz kimi çox maraqlı danışdı və maraqlı fikirlər söylədi. Yaxşı müqayisə etdi o zamanın şairləri ilə bugünkü şairlərin. Heç mən onun dediklərini heç düşünməmişdim və indi anladım ki, tamamilə doğru bir müqayisə idi. Təşəkkür edirəm, çox sağ olun. Davam edirik hörmətli dinləyicilərimiz. Saat 3-ə qalır 29 dəqiqə. Bu anda mən istərdim ki, Tofiq Bayramın öz səsini eşitdirim sizə, əziz və hörmətli dinləyicilərimiz. Onun yaradıcılığında dediyim kimi təkcə vətənpərvər mahnılar deyil, müxtəlif insani münasibətlər, dostluq, sevgi, valideyn və bir də qadın mövzusu xüsusilə yer tutur və bu dəbirdən biz qadın ürəyini təklif edirəm ki, Tofiq Bayramın elə öz dilindən eşidək. Qadın ürəyi necə rəhimlidir, necə amansız, necə mehribandır qadın ürəyi. Sən onu sındırsan, bil ki aqansız, ağlayan kamandır qadın ürəyi. Güldürsən, ömürlük saadətindir. Söndürsən, yanmağı bir də çətindir. O zərif duyğunun məhəbbətindir. Sevgisiz zindandır qadın ürəyi. Daşı da əridər, daş da olar o. Əriyib gözlərdə yaş da olar o. Bahar da olar o, qış da olar o. Damladır, ümmandır qadın ürəyi. Onunla dünyadır sənə qəfəsdə. Onsuz heç yaşama bu torpaq üstə. Sevən bir ürəyə axır nəfəsdə. Ən şirin dərmandır qadın ürəyi. Onu alçaldan da, ucaldan da biz dərd verib, vədəsiz qocaldan da biz, biləndə qədrini bu cahanda biz, həmişə cavandır qadın ürəyi. Bəzən gül tək solar acı bir sözdən, ağlayar xəlvəti, gülsə də üzdən. Bəzən uşaq kimi ən ürəksizdən, məhəbbət umandır qadın ürəyi. Bir namərd əlindən zəhər içəndə, çürüdər ömrünü o yas içində. Bəzən ən qiymətli libas içində nalədir, fəğandır qadın ürəyi. Ömrə zinət verən, saadət quran, sevənin qəlbini nurla dolduran, İsməti bir nəsli göyə qaldıran, eşqə hökmürandır qadın ürəyi. Sənsiz əl çəkərəm arzudan, kamdan. Nə çıxar sevgisiz, sənsiz ilhamdan. İncitsən, dözərəm, Tofiq Bayramdan. İncimə, amandır qadın ürəyi. Bax bu şeir dillər əzbəridir. Bugünkü yeni nəsil şairlər belə bu mahnıya müraciət edirlər, hörmətli dinləyicilərimiz. Və qadın ürəyi şeirindən sonra mən istərdim ki, elə bir mahnıya müraciət edeyim ki, bu mahnı dillər əzbəridir. Bu mahnı elə bir mahnıdır ki, hər əzizimiz, doğmamız bizdən küsəndə bəlkə bu mahnını açıb dinləyərik. Bəlkə bu mahnını eşidərik. Əziz dostum məndən küsüb incidir.
Brilliant Dadaşova. Bu mahnını çox ifaçılar oxuyublar. Bu mahnını keçmiş ifaçılar, kalifiyə sənətkarlar, yeni nəsil ifaçılar. Amma mən bugün Brilliant Dadaşovadan istəyirəm sizə bu mahnını səsləndirim. Əziz dostum, 106.3 FM-də. İncidi məndən, yad kimi ayrılıb çıxdı evimdən. Əziz dostum küsüb incidi məndən, yad kimi ayrılıb çıxdı evimdən. O gedən yolları kan basıb indi. Həsrətində mən, o gedib qalmışam həsrətində mən. Necə nəğmə deyim, necə dinləyim, dost gedib özümə gələ bilmirəm. Necə nəğmə deyim, necə dinləyim, dost gedib özümə gələ bilmirəm. Elə bil əllərim yox olub mənim, gözümün yaşını silə bilmirəm. Elə bil əllərim yox olub mənim, gözümün yaşını silə bilmirəm. Gözümün yaşını silə bilmirəm.
Əziz dostum, məndən küsüb incidir. Bir Tofiq Bayram sözləri idi bu. Brilliant Dadaşova, Əlixan Səmədovla hazırladığı Mənim Dünyam albomundan dinləmiş olduğunuz bu mahnını hörmətli dinləyicilərimiz Azad Azərbaycan 106.3 FM radiosuna qulaq asırsınız. Bugün biz xalq şairi Tofiq Bayramın yaradıcılığına toxunmuşuq. Onun şeiriyyatını, poeziyasını sevən, dinləyən insanlarla bağlantılar qurduq. Bugün onun sözlərinə yazılmış bir neçə gözəl mahnını dinlədik. Təbii ki, biz bir saata çatdıra bilməzdik o mahnıları və indi telefon xəttində yenə çox dəyərli bir insan var. Tofiq Bayramın şeiriyyatını, poeziyasını və necə deyim, sərvətini, çünki onun şeirləri bir sərvət idi, sərvətini qoruyub saxlayan, təbliğatı ilə məşğul olan, mən hər bir qardaşa onun kimi bir bacı arzulayıram. Tofiq Bayramın bacısı Sveta xanım telefon xəttindədir. Sveta xanım, gün ortanız xeyir olsun. Alo. Alo. Sveta xanım, gün ortanız xeyir olsun. Salam aleyküm. Əvvəla sizə təşəkkür edirəm. Bugün Tofiq Bayramı yada saldığınıza görə mən belə hesab edirəm ki, bu təsadüfi deyil. Çünki sizin radyonun dalğalarında mən dəfələrlə Tofiqin şeirlərini dinləmişəm. Onun sözlərinə yazılan musiqi parçalarını, mahnıları dinləmişəm və buna görə də mən sizə öz böyük təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağ olun Tofiqə olan sevgizə görə Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına verdiyiniz dəyərə görə. Siz sağ olun. Bu dəyəri Tofiq Bayram özü yaradıb. Bu hörməti, bu sayğını, bu sevgini Azərbaycan poeziyasına, musiqisinə bəxş etdiklərinə görə və siz də çox gözəl vurğuladınız ki, hər gün demək olar ki, bu mahnılar bizim radioda səslənir. Gecikən məhəbbətim olsun, sənsən ürəyim olsun, vağzalı çalınır, əziz dostum və başqa bu kimi mahnılar. Nə xoş ki, Azərbaycan poeziyasından, musiqisindən Tofiq Bayramov kimi dəyərli bir sənətkar keçdi və həmişə də yaşayacaq bizim qəlbimizdə və sevindirici haldır ki, bugün gənclər belə Tofiq Bayramı tanıyır, onun sözlərinə yazılmış mahnıları əzbər bilirlər. Çox sağ olun Sveta xanım. Başqa paylaşmaq istədiyiniz, demək istədiyiniz nələrsə varmı? Siz çox sağ olun. Əgər bugün gənclər Tofiqi sevirlərsə, onun mahnılarını dinləyirlərsə, onun şeirlərini əzbərləyirlərsə, deməli bu eyni zamanda sizlərin də böyük xidmətidir. Siz onun yaradıcılığın təbliğində müstəsna rol oynayırsınız. Ümumiyyətlə Azərbaycan radiosunda, radio dalğalarında, Azərbaycan televiziyasında Tofiqlə bağlı tez-tez verilişlər olur. Dönə-dönə onun yaradıcılığına qayıdırlar. Bu bir daha göstərir ki, həqiqi poeziya ölməzdir, həqiqi poeziya yaşayandır. İllər keçsə də, müxtəlif elektron vasitələr icad olunsa da, müxtəlif deməli ki, əyani görüşlər və yaxud hər hansı bir tədbirlər keçirilsə də, yenə də klassik poeziya. Mən Tofiqin yaradıcılığını klassik poeziyanın bir nümunəsi kimi qəbul edirəm. Çünki artıq Tofiqin vəfatından 35 il vaxt keçib, amma bu müddət ərzində əgər o unudulmursa, tez-tez ona müraciətlər olursa, bu artıq göstərir ki, Tofiqin poeziyası artıq klassik poeziya səviyyəsinə yüksəlmiş bir poeziyadır. Tofiqin mahnıları, Tofiqin deməli sözlərinə yazılmış mahnılar, ümumiyyətlə Tofiqin bütün yaradıcılığında bir xət gedir, ana bir xət gedir. Doğrudur. Bu anıya məhəbbətdir, vətənə məhəbbətdir, torpağa sevgidir, insanlara qayğıdır, yaşlılara hörmət, kiçiklərə məhəbbətdir. Tofiqin poeziyası başdan ayağa milli poeziyadır. Doğrudur. Tofiq Azərbaycan deyəndə hələ o illərdə ki, Cənubi Azərbaycan kəlməsini işlətmək belə yasak idi. O dövrdə deyirdi ki,
Cənubi Azərbaycan deməyin. Deyin ki, Azərbaycanın cənubu. O Azərbaycanı həmişə bütöv görmüşdür. Onun üçün Azərbaycan sərhədlərlə ayrılmamış Azərbaycan idi. Bütöv Azərbaycan idi. Təsadüfi deyil ki, o Naxçıvanda olarkən israrla xahiş eləmişdi ki, o İranı yaxından görmək istəyir. Azərbaycanın o biri hissəsini, əslində bir parçası olan böyük vətəninin digər hissəsini də görmək istəyirdi. Uzun deməli ki, müzakirələrdən sonra Tofiqə imkan yaradırlar ki, o sərhəddə yaxınlaşsın və bizim böyük yaşımız Əzizə Cəfərzadə o vaxt Tofiqi tək qoymur getməyə sərhədə, deyir Tofiq mən də sənlə gedəcəm. Çünki bu qorxulu bir gediş idi. Orada sərhəd məftillərini qoruyan Rus Sovet əskərləri idi. Ona görə Əzizə xanım qorxur ki, Tofiqə qarşı hər hansı bir xəsarət ola bilər. Və orada Tofiq üzünü İran tərəfə zilləyib belə deyir. Bu sərhəd məftillərində bu kobud əllərimlə sərhəd məftillərində bir muğamat çalaram Azərbaycan deyəndə. Azərbaycana məhəbbət, torpağa sevgi onun bütün yaradıcılığına hakim kəsilmişdi. Bir də ümumiyyətlə ailə münasibətlərindən danışanda, ailə tərbiyəsindən danışanda mənə elə gəlir ki, bugün Tofiqin şeirlərinin çox böyük tərbiyəvi əhəmiyyəti var. Çünki həmişə Tofiq onu təbliğ eləyib ki, ailə müqəddəsdir, ailə dəyərləri qorumalıdır. O misralarının birində deyir ki, mən Azərbaycanın milli dəyərlərinin keşiyində bir əskər kimi dayanıram. Bugün deməli ki, dünyanın bu qanlı qadalı dövründə insanların bir çox hallarda bir-birlərinə rəqib kimi baxdığı bir zamanda Tofiq Bayram poeziyası öz aktuallığını daha da artırır. Mən vətənə Füzuli, Abbas Sərhəd deyirəm. Mən vətənə Sabiri doğan qeyrət deyirəm. Vətənimdir vətənim, ilk məhəbbət deyirəm. Azərbaycan deyəndə. Bəli, Səvətə xanım, siz mənim verəcəyim bütün sualları bax indi söylədiniz və o qədər ürəklə danışdınız. Çünki bu bir dost deyildi, bu bir nə bilim həmkar deyildi, bu sizin qardaşınız idi və siz o qədər səmimi danışdınız. Bax indiki son bu çıxışınızda Allah sizə can sağlığı versin. Çox sağ olun ki, bizimlə idiniz. Minnətdaram öz dəyərli fikirləriniz üçün. Çox sağ olun. Biz hələ Tofiq Bayram haqqında çox danışacağıq. Onun haqqında bir layihə də hazırlamaq istəyirik radiomuz olaraq. Sizə də məlumat verəcəyik bu barədə. Minnətdaram, çox sağ olun. O ki qaldı ki, bizə təşəkkür edirsiniz mediaya. Bilirsiniz, Tofiq Bayramın həyat yolu yalnız yaradıcılıqla deyil, həm də müxtəlif mədəniyyət və media sahələrində də fəaliyyəti zəngin olub. O əmək fəaliyyətinə Azərbaycan müəllimi qəzetində başlayıb. Sonradan televiziya və radio, eləcə də teatr mühitində də çalışıb və ona görə də bu baxımdan da o bizə çox doğmadır. Çünki eyni sferada çalışmışıq. Çox sağ olun, minnətdaram sizə, təşəkkür edirəm. Mən də öz növbəmdə sizə böyük təşəkkürümü bildirirəm. Sağ olun ki, bugün Tofiqi yada saldınız. Bu sizin nə birinci, mən belə fikirləşirəm ki, nə də axırıncı müraciətlərinizdən. Mən buna möhkəm inanıram ki, Tofiq Bayram poeziyasına, Tofiq Bayram şəxsiyyətinə, onun ictimai, siyasi fəaliyyətinə, ümumiyyətlə Tofiq bir qədər siyasətdən kənar olub, o heç vaxt Komünist Partiyasında üzvü olmayıb. Ona görə o deyirdi ki, mənim partbiletim mənim partbiletim ağ saçlı anam, anamız müqəddəs Azərbaycandır deyirdi Tofiq. Yəni onun siyasəti, yəni Azərbaycana məhəbbətdən ibarət idi. Nə gözəl. Bu mənada da Tofiq mənə gəlir ki, Azərbaycan tarixində öz yeri olacaq. Təşəkkür eləyirəm sizə. Biz təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Var olun. Siz sağ olun. Siz sağ olun Səvətə xanım. Minnətdaram. Sağ olun. Bax belə, hörmətli dinləyicilərimiz, bugün çox gözəl bir proqram oldu. Mən
təbii ki, hər bir təqdim etdiyim proqramdan məmnun qalmalıyım. Amma bugünkü proqramdan xüsusi bir zövq aldım, bir mənəvi qida əldə etdim. Çünki çox dəyərli insanlar qoşuldular efirə. Biz keçmişə səyahət etdik. Biz Azərbaycan musiqisində, Azərbaycan poeziyasında iz qoymuş bir şairi yad etdik. Onun şeirlərinə, sözlərinə yazılmış mahnıları eşitdik. Bağlantılarımız oldu, telefon bağlantılarımız və düşünürəm ki, siz də bugün maarifləndiniz. Bəlkə də hər gün eşitdiyiniz mahnıların əslində sözlərinin bugünkü qəhrəmanımız, bugün söhbət açdığımız Tofiq Bayram olduğunu bəlkə də bir çoxlarınız bilmirdiniz, yeni nəsil, və bunu da sizə aşılaya bildiksə, nə xoş bizim halımıza. Təşəkkür edirəm hər birinizə. Biz Milli Musiqi, Milli Radio olaraq hər gün sizə bax bu cür klassik, bu cür unudulmaz xatirələrlə zəngin proqramlar təqdim edirik. Odur ki, bizi dinləyin və mənəvi zövq alın. Hər birinizə diqqətinizə görə təşəkkür edirəm. Görüşmək ümidi ilə. Ortada fərəhləyə süzür gəlirlər. Qızlar uğurur, yar soralayır. Gülür qəhqər çəkir, toya gələnlər. Hansalı çalınır, analarlayır. Gülür qəhqər çəkir, toya gələnlər. Hansalı çalınır, analarlayır. Gedirsən ən şirin, arzu kam kimi. Vağzalı çalınsın, git yavaş yavaş. Gedirsən ən şirin, arzu kam kimi. Vağzalı çalınsın, git yavaş yavaş. Dünyada hər ana öz anam kimi. Bircə toy günündə ağlayaydıcan. Dünyada hər ana öz anam kimi. Bircə toy günündə ağlayaydıcan. Dünyada hər ana öz anam kimi. Bircə toy gündə ağlayaydı kaş. Dünyada hər ana öz